Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 24-də Pekində China Energy Engineering Corporation Limited şirkətinin sədri Song Hailang ilə görüşüb. Görüşdə şirkətin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulanıb. Qeyd edilib ki, şirkət Xəzər dənizinə 1 gigavat külək enerjisi mega layihəsinin podraççısıdır. Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə şirkət investisiya yatırıb. Song Hailang rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizləri əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi. Dövlətimizin başçısı China Energy Engineering Corporation Limited şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxunub. Azərbaycan ordusunun bölmələrinin güya aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin illik hazırlıq planına görə səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifələrin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktiki məşğələlər keçirilib, hərbi vəzifələrin sıra hazırlığı təkmilləşdirilib. Plana uyğun olaraq təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədi ilə keçirilən təlim toplanışı davam edir deyə məlumatda vurğulanıb. Ermənistanın baş naziri Nikol Paşinyan dünən İrəvanda təşkil edilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan Armenpressə bildirib. Onun sözlərinə görə baş nazir Paşinyan bu cür davranışı pisləyir, bunu məsuliyyətsizlik və qəbul edilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətlərin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına ölkə rəhbəri tərəfindən başqa münasibət ola bilməz. Bu, gərginlik yaradan davranışdır deyə Bağdasaryan bildirib. Azərbaycana gətirilən ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları Aferol Qida Məhdud Məsuliyyətli Cəmiyyətinin Ekvadordan ixal etdiyi 24 ton banan məhsuluna baxış keçirən zaman korlanma halı aşkarlanıb. Yetcon 2024 Məhdud Məsuliyyətli Cəmiyyətinin İrandan ixal etdiyi Bazargani Mubin Artın Nikan şirkətinin istehsalı olan 320 kiloqram ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə aflatoksin B1-in miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək məhsul partiyaları məhv edilib. Azərbaycanın Səhiyyə naziri Teymur Musayev 27 aprel 3 may 2025-ci il tarixlərində Respublikanın bütün şəhər və rayonlarında immunlaşdırma həftəsinin keçirilməsi ilə bağlı əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən immunlaşdırma həftəsinin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır. Sənədə görə Respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların immunlaşdırma həftəsi ərzində peyvəndlərə cəlb edilməsi də öz əksini tapıb. Eyni zamanda uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub. Azərbaycanın daha iki cüdoçusu Montenegronun paytaxtı Podgoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. Bugün Rəşid Məmmədəliyev 73 kiloqram çəkidə və Fidan Əlizadə 57 kiloqram çəkidə tatamiyə çıxacaqlar. Ötən gün 5 idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov bürünc medal qazanıb. Qeyd edək ki, Avropa çempionatında Azərbaycana 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu, 9 kişi, 6 qadın təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.